Hər vaxtınız xeyir dostlar. Deməli, bugün sizlər üçün real biznes oyununu çəkəcəm. Deməli, real biznes oyununda nələr var? Gəlin sizə göstərim. Nələr eləyirik, necə pul qazanırıq. Deməli, bizim bir şəhərciyimiz var, belə. Biz ilk girəndə, bizə referral sayəsində girəndə və ya belə adi daxil olanda sizə deməli, belə 5 dollarlıq bir coffee shop verir. Onun da deyim də sizə qiyməti nə qədərdir. Bu 5 dollar, 5 dollardan əlavə bu bizə nə verir? Deməli, bu bizə günlük 0.06 sent verir həftəyə bu qədər, aya bu qədər, ilə də bu qədər. Yəni, bunu almağa dəyməz. Düzdür, hədiyyə verir, o hədiyyə verməyə təbii ki, başqa bir şey. Telegrama qoşulanda bir dənə ağac verir. Bu da yəni gördüyünüz kimi çox cüzi bir məbləğ verir. Bizə bunlar yox, daha çox pul qazanacaq şeylər lazımdır. Bunlara, yəni sizə deyə bilərəm ki, buradan boş yerə almayın. Ala bilərsiniz, hə, belə bu qədər pulunuz varsa verib ala bilərsiniz. Amma o qədər qoymağa dəyməz bəlkə də. Belə deyim. Aksiya gələndə, məsələn 1+1-dir də. Məsəl üçün, mən gəlirəm, 2 dənə 10 dollarlıq alıram, birini mənə hədiyyə verir. 10 dollarlıq bizə belə deməli, aya 5 dollar 14 sent pul verir. İlə də 61 dollar 69 sent. Belə gələk, adi 10 dollarlığın qiymətinə baxsaq ki, bizə nə verir? Bu dəqiqə 8 dollara düşüb. Onun bizə verdiyi miqdar, qiymət, aylıq 3 dollar 59 sent, illik də 43 dollar, elə bir ki, 3 sent. Bununla bunun arasındakı fərqi özünüz görürsünüz də. Biri 61 dollar 69 verir. Biri də verir, deməli, 43. Bəli. Yəni deməyim odur ki, onları almaqdansa, məsəl üçün, gəlin bunlardan, aksiya olanlardan alın, daha yaxşı, daha artıq qazanasınız. Sonra 50 dollarlıq həmçinin, 50 dollarlığa baxın, aylıq 30 dollar 15 sent verir, günlükdə 1 dollar, adi 50 dollarlığa gəlsək, bu bizə verir aylıq 19 dollar, o 30 dollar verir, 19 dollar verir. Görürsünüz arasındakı fərqi. Yəni, alsaz buradan alın. Bu sizin üçün çox böyük, yəni yaxşı olacaq da, sizin üçün yaxşı olacaq və pul gələcək. Mənim şəhərimdə götürməmişdim pulları. 5 sent buradan gəldi, 5 sent buradan. 5. Bunlar gəldi. Buradan da 1 sent, burada da varsa 1 sent. 1.90. Belə ki, hər gün gündəlik olaraq gəlin buradan bonusunuzu götürün. Bonus da elə bir ki, bir həftəyə 0.28 sent eləyir. Yəni, heç yoxdan pullu. Hə, pulunuz əgər çoxdursa, yəni pul vurub ala bilərsiniz digər binaları. Onlara da qiymətlər dəyişir. Yəni, günlük qiyməti sizə fərqli verir, həftəlik fərqli, aylıq, illik fərqlidir. Yəni, mənim sizə məsləhətim, yəni super təklif gələndə, aksiya gələndə belə almağınızdır. Və hal-hazırda bir gün 10 saatlıq müddət var ki, bu təklif getsin. Yəni, bu təklifi əldən qaçırmayın. Linki açıqlamaya qoyacağam. Sadəcə linki paylaşanda problem yaranır. Belə götürüb özünüz kopyalayıb vura bilərsiniz. Bunu dostlarınızdan paylaşmaq istəsəz, əgər referral linkə girirsiniz, görürsünüz, məndə heç referral yoxdur. Kopyala basırsınız ya göndərirsiniz. Bunun sayəsində 5 dollarlıq elə bir ki, o coffee shop verilir. Yəni, mən bildiyim elə idi. Ticarət teması gələcək. Ticarət teması nədir? Ticarət, məsəl üçün, mənim əlimdə 10 dollarlıq bir bina var. Mən istəyirəm ki, bunu satım. O vaxtda indi bilmirəm, market olacaq, olmayacaq. Mənim fikrimcə market olmamalıdır. Market olmayanda mən gələcəm. Məsəl üçün, sən gəlmirsən, məndən şey almaq istəyirsən. Bir dənə, tam ki, 10 dollarlıq bina. Prosto bu 10 dollar deyil qiyməti, mən sənə satıram 70 dollara. Tam ki, ən münasib mən satıram. Cəmat satır 80-ə, 90-a, 100 dollara. Mən də deyirəm ki, mən 70 dollara satıram. Sən də gəlsən, mənim vaxtı ikən indi 10 dollara aldığımı, gələcəkdə gəlsən, məndən 70 dollara alırsan. Burada mən xeyir eləyirəm. Yəni, buradan da pul qazanmaq olur. İndi o gələcəkdə olacaq təbii ki, burada görürsünüz. Pul vurmaq, pul çıxarmaq olur. Yəni, mən pul vurmuşam, pul çıxarmamışam. Yalan deməyim. Pulu dostlarım çıxarıbdır, yəni gözümün qabağında gəlir. Özüm eləməmişəm, çünki hələ mən pulu ötürürəm, elə bir ki, bina alıram, yəni hələ çıxarış eləmirəm. Bu pulun üstünə pul qoyub, yenidən aksiya zamanı mən bina alacağam. Çünki mən istəyirəm ki, 10 dənə bina olsun,
Tam ki məndə 10 dənə bu 10 dollarlıqdan da indi az gəlir pul. 10 vuracam bura. 10 dənə bu binadan günə eləyir ki 1 dollar 70 sent verir. 1 dollar 70 sent də təxmini elə bir ki 3 manata yaxın, 3 manat nə qədər bəlkə də eləyir, dəqiq yadımda deyil. Hə, deməli bizə onu verir. Soğuram sizə nə deyim? Soğuram. Buradan istədiyiniz adamları axtara bilərsiniz. Məsələn, dostunuz var, deyir ki, hə bu budur. Məsəl üçün mənim səhifəm budur. Gir bax, sən girirsən, baxırsan. Aha, məsələn, kafalarıcı var idi, indi bilmirəm necə idi. Baxaq. Aha. Məsəl üçün, kafalara bir də girək şəhərciyinə baxa görək necədir. Kafaların içinə bax, 2000 dollarlıq olandan neçə dənə var. Nə bilim. Yəni belə görürsünüz, çoxdur. Bunun da qiyməti 1600 dollara düşübdür, səhv bilmirəmsə. Belə düşünəndə çox qəşəng pul qazanmaq olur, amma yəni pulun varsa vur. Qorxmusansa vur. Hər şeyin riski var, amma bunun riski yəni azdır da, çox az risklidir mənim fikrimcə. Çünki bunun yeniləmələri var, gələcəyi var və bu da kripto kimidir. Yatırımdır, sonradan bunu çəkəsən. Necə ki Bitcoin alırsan, satırsan. Görürsən onlar batmayıb ki, yox. Amma nə vaxtsa bata bilərlər. Yəni demək istədiyim dostlar, girin, bunlardan alın, faydalanın. Siz də qazanın. Yəni mənim əlimdə bu dəqiqə pul olsa, mən 1+1 kampaniyasından 50 dollarım olsa 2 dənə, bax, həqiqətən deyirəm, mən gələrəm, bax, bunu alaram. Çünki bu mənə aylıq 30 dollar verəcək. Mən 2 dənə 50 dolları alsam, deməli, bir də mənə deyək 3 dənə. Elə bir ki, mən 100 dollar pul verirəm və mənə 3 aya 90 dollar gələcək. Yəni, təkcə bunlardan. Halbuki birində əlavə elə bir ki, hədiyyə verib də. Yəni, 90 dollar, 1 ay, 10 günə falan normal pulunuz çıxacaq. Yəni, sizə pul geri gələcək. İnşallah ki, video xoşunuza gələr və bəyənərsiniz. Video istəyirsiniz, yorum yazın. Nə sualınız varsa verin. Danışamadım. Hə. Nəsə problem olsa yazarsınız. Uğurlar. Görüşərik.